Qopara qopara, boranla, qarla, ağ kürkünü də çiyninə salıb, elimizdə, ovamızda 20 gün qonaq olan kiçik cilədə xoş gördük hər birinizi. Qış dağın daşın kövrək vaxtıdır. Başı yığınaqlı, çeşmələri türfə gözəlli dağların lələköz vaxtıdır. Bir də deyərlər ki, kiçik cilə yaman hissli hikkəli olar. Əzinəm, qarsa yaz. Qar yağıbdır, qar sayaz. Yazı yazan baxdımı, hərlət, fırlat, qarsa yaz. Qışın soyuğunda, isti sobanın yanında oturan, sinəsi sözlə dolu olan nənələrimiz, babalarımız isti, müxəkli, darçınlı samavar çayından içər, nəvələrinə, nəticələrinə deyimlər deyər, el adətləri öyrədər, bayatı deyərlər. Söz var, deyərlər. Söz var. Söz var, elə deyərlər. Söz var, gölə deyərlər. Suda boğulan ağlamaqdan yox, çabalamaqdan xeyir tapar. Odla oynayan odsuz qalar. Od çərşənbəsində ocaqdan od verməzlər. Mənə bir dənə özdən salar, el-obanı özdən salar. Abırını tökmək istəmirsənsə, abırsızdan qaç qurtar. Sərt qayalardan yurd olmaz, müxənnətə sözlər dolmaz. Çaqqal əyniyi burada olmaz, yenə burada olur, qurd olur. Ağılları, cavanları başına yığar, məclislər qurar, söz söyləyərlər. Aşığın yoldaşı sazdır əzəldən, o saz ki söz alır min bir gözəldən. Onda nə əyrilik, nə də şiqan var, hər zaman yaşayan bir həyəcan var. Dünya tarifini hey varaqlayır, Hüseyin zaman sözü seçib saxlayır, çünki ürəyində söz əhəng. Gəlib gedir yaxşılar da, yaman da, bu üstü tükündə, saman üstə yatanlar. Aşıq alır, nə qazandın cahanda, səndən qalan qatar-qatar söz olur. Doğrudan da yaxşı da gedər, yaman da qalar. Necə söz qalar insanlarla. Dodaqlardan süzülər, gah naləyə, gah şəfqətə, nəvazişə çevrilib, qəlblərdə hüzur, bəzən də nifrət, qəzəb yaradır. Söz dilin yox, qəlbin səsidir. Xalqın milliliyi, düşüncəsi, adətləri, dövlətçiliyi, apardığı siyasət sözdə qalar, sözdə yaşayar. Hər xalqın varlığı onun dilidir. Bu dil şeirdir, bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bir-birimizlə əhd-i peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Müasir dünyada 6000-ə qədər canlı dil mövcuddur. Dillər eyni quruluşa, sistemə malik deyildir. 20-dən artıq dil ailəsi müəyyənləşdirilmişdir ki, bunlardan biri 36 dildən ibarət olan Altay dillər ailəsidir. Altay dillər ailəsinin tərkibini təşkil edən dillərdən ən böyüyü Türk dillər qrupudur. Azərbaycan dili tipoloji təsnifə görə iltisaqi dillərdəndir. Soykökü qədimlərə gedib çıxan bu dil Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan dilində 50 milyondan çox insan danışır.
Azərbaycan dili eramızın 5-ci əsrində formalaşmışdır. 6-7-ci əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrüdür. Dilimizin ən mükəmməl dil nümunələri Kitabi Dədə Qorqudun dilində formalaşmışdır. Yazılı nümunələr 9-11-ci əsrlərə aiddir. Dili zənginləşdirən onun xalq nümunələri, atalar sözləri, deyimlər, yozumlar, xeyir dualar, ibarələr, idiomlar və fragizmləridir. Bunların hər birinin yaranması xalqın təcrübəsindən, sınağından, sənət adamlarının ədəbi fəaliyyətindən çıxaraq, ədəbiləşərək hüquq qazanır. Bugünkü Azərbaycan dili günlüyümüzdə dildə işlənən bəzi ifadələrin etimologiyasını, sənətkarlarımızın əsərindəki ifadələrin ibarələrə, idiomlara çevrilərək yaratdığı söz xəzinələri ilə tanış olacağıq. Yanına göndərdilər, məni də sizin. Birinin qarşısındakı insanı aşağılamaq məqsədi ilə verdiyi, düşünülməmiş, kobud suala cavab olaraq işlədilən deyim. İfadə yaxın şərq ölkələrində hazır cavabı ilə tanınmış Anastradin Xoca ilə bağlı deyimdən qaynaqlanmışdır. Əhvalatda deyilir ki, bir qoşun başçısı Anastradin yaşayan kənddən keçirmiş. Kənd cəmiyyəti hörmət əlaməti olaraq Anastradini qoşunun qarşısına salamlamağa göndərir. Anastradin isə yanında 3-4 ağsaqqalla birlikdə qoşunun qarşısına çıxaraq xoş gəlmisiniz deyərək salamlayır. Təkəbbürlü qoşun başçısı Anastradinin cız və yöndəmsiz quruluşuna baxaraq üz-gözünü turşudaraq deyir: "Doğrudanmı buranın cəmiyyəti fərli bir adam tapa bilməyib ki, məni qarşılamağa səni göndəriblər?" Hazır cavabı ilə tanınmış Anastradin dərhal cavab verir: "Bəli cənab, əlbəttə adam var idi, onu adam yanına göndərdilər, məni isə sizin." Nahaq qan yerdə qalmaz. Hər kəsin törətdiyi əməllərə görə Allah qarşısında cavab verəcəyinə, heç bir cinayətin cəzasız qalmayacağına inam ifadə edən deyim. Həmin rəvayətdə deyilir ki, bir vilayətdə padişahın gözünün ağı qarası bircə oğlu varmış. Günlərin bir günündə padişah özünə təzə arvad alır. Sarayda söz-söhbət başlayır, günlülər bir-birdə yola gedə bilmirlər. Təzə arvad hər günlərinə bir söz deyir, əri də yazıq arvada sitem eləyirmiş. Bir gün padişahın zəifliyindən istifadə edən təzə arvad daha təhlükəli bir oyun düzəldir. Padişahın oğlunun ona gözü düşdüyünü deyir. Böhtana inanan padişah oğlunun başını kəsdirir. Yazıq anası ovuçlarında oğlunun qanı ilə əlini göyün üzünə atıb deyir: "Allah bu nahaq qanı yerdə qoymasın." Elə bu zaman qan göyün üzünə səpələnib qalır. İnsanlar yerində donur, nə baş verdiyini anlaya bilmirlər. Bu zaman qeybdən səs gəlir ki, ey insanlar, qiyamət günü mizan tərəzi qurulacaq. Padişahı Allahın hüzuruna gətirəcəklər. Əcr verildikdən sonra o qan göyün üzündən çəkilib gedəcəkdir. Əlbəttə ki, bu rəvayət yerdə qalmamaq idiomunun məcazi mənası ilə əlaqədar sonradan düzəldilmişdir. İdiomun əvəzi çıxmaq, əvəzi vermək kimi mənaları da var. Bu deyimə alternativ olaraq dilimizdə Allah heç kimin ahını yerdə qoymaz ifadəsi də işlədilir. Anlatmaq. İlham vurmaq, xəbər yollamaq, nəyisə işarə etmək, bəzən də sataşmaq. İfadə qədimdə xalq arası ilə sevgi, sonralar almatmaq ilə bağlı adəti geniş yayılmışdır. Qədimdə insanlar daşdan müxtəlif məqsədlərlə istifadə edirdilər. Nəinki bu, siqnal vermək, xəbər vermək, xəbərdar etmək kimi də istifadə edirdilər. Atılan daşın mənasını daha məhrəm olan insanlar başa düşür. Buna da aiddir, pəncərədən daş gəlir, ay bəri bax, xalq mahnısı. Aydaş atan bəxtəvər, daşın da bir vaxtı var. Azərbaycanda oğlanın qıza daş atması ilə yanaşı alma atması da geniş yayılmışdır. Nağıllarımızda olduğu kimi padişahın qızının seçdiyi oğlana alma atması ilə bağlı maraqlı epizodlar da vardır. Dəlidən doğru xəbər. Gözləmədiyin, əhəmiyyət vermədiyin, bilik və bacarığına şübhə ilə yanaşdığın birisindən ağıllı bir söz, təklif, yerində söylənmiş fikir eşidərkən işlədilən ifadə. İfadə şərqdə geniş yayılmış bir əhvalatla bağlıdır. Şərqin məşhur şairlərindən biri çəmənlikdə oturub şərab içərkən ona bir dəli yaxınlaşır. Əylənmək məqsədi ilə dəlini itirdib keyfləndirmək fikrinə düşən şair ona şərab təklif edir. Dəli şairə diqqət və təəccüblə baxıb ciddi tərzdə deyir: "Şair, sən bu şərabı mənə oxşamaqdan ötürü içirsən. Bəs mən kimi oxşamaq üçün içməliyəm?"
Bu sözlərdən sonra dərin fikrə gedən şair öz niyyətindən utanır və qarşısındakı dəlinin doğru və ağıllı danışığına olan heyranlığını gizlətmir. Şair və dəli ilə bağlı bu əhvalatın yayıldığı şərq ölkələrində adətən gözləmədiyin, əhəmiyyət vermədiyin, bilik və bacarığına şübhə ilə yanaşdığın birisindən ağıllı bir söz, təklif, yerində deyilmiş fikir eşidərkən bu ifadəni işlədirlər. İpini çəkmək. Heç bir qayda qanunla hesablaşmaq istəməyən, cızığından çıxan, ipə sapa yatmayan adama təpinmək, onu cəzalandırmaq. İfadənin meydana gəlməsi el arasına yayılmış bir rəvayətlə bağlıdır. Həmin rəvayətə görə keçmişlərdə gözəl nitqə malik bir şah varmış. Məclislərdə hər hansı məsələ barədə mübahisə düşərkən hamıya qalib gələrmiş. Lakin axırda əcaib bir hərəkəti və ya mənasız bir sözü ilə bütün işləri korlarmış. Şah özü də bu xasiyyətindən xeyli narazı imiş və hərdən vəzirindən bununla bağlı məsləhət istəyərmiş. Bir dəfə yenə də mühüm bir dövlət işi barəsində ciddi söhbət olacaqmış. Vəziri ona deyir ki, qoy sən qarnına bir ip bağlayıb taxtın arxasında gizlənim. Mən nə vaxt ipi çəksəm, sən sus, sözünü ara ver. Şah razılaşır. Mübahisə müzakirə başlayır. Vaxt gəlir ki, vəzir şahın qarnına bağladığı ipi çəkir, şah isə müdrikcəsinə susub dayanır. Qonaqlar gedəndən sonra vəzir şahdan soruşur ki, əgər ipi çəkməsəydim nə deyəcəkdin? Şah cavab verir ki, soruşacaqdım ki, sizin də qarnınızı ip bağlayıblar. Dilimizdə cilovunu çəkmək, zəncirini çəkmək ifadələrindən də məlum olur ki, ipini çəkməyin tərkibi də məcazili kəsb etmək əsasında yaranmışdır. Loğman, İfadə şərqin qüdrətli həkimi Loğmanın adı ilə bağlı yaranmışdır. Şərq folklorunda Loğman həmişə hikmət, fəlsəfə və ən böyük təyyib rəmzidir. Loğman haqqında bir çox rəvayətlər yazılmışdır ki, bunlar çox zaman qərbdəki Ezopa bənzədilir. Bu görə də bəzi tədqiqatçılar Loğmanı Ezopla eyniləşdirirlər. Quranda Loğmanın adı bir neçə dəfə çəkilir. Müsəlman müəlliflərin fikrincə, Loğman Bauranın oğlu olub 1000 il yaşamış, Allah ona peyğəmbərlik ya müdrikliyi təklif etdikdə, o müdrikliyi seçmişdir. Loğman təkcə mahir həkimliyi deyil, həm də hər tərəfli bilikli, elmli olmağı da bildirir. Məsələn, çox ağıllı insanlara kişi lap Loğmandır deyirlər. Çarəsiz dərdə Loğman da acizdir atalar sözü də var. İfadə xalq arasında tam olaraq belə işlədilir. Loğman da gəlsə düzələn deyil. Gələcək də mənimdir ifadəsinin mənasını bilirsinizmi? Molla Nəsrəddin hər səhər yuxudan duranda gəlib Allahdan 100 qızıl istəyirmiş. Çox varlı olan tacir qonşusu bunu eşidib molladan soruşur. Bəlkə Allah 100 qızıl yox, biraz qızıl versə, bəyəm az qızıl olsa götürməyəcəksən? Molla cavab verir. Xeyr, 99 qızıl olsa belə yenə götürməyəcəyəm. Bu məsələdə qonşu mollanı sınamaq istəyir. Bir küsəyə 99 qızıl yığır və gözləyir. Molla dua edib Allahdan 100 qızıl istəyəndə küsədəki qızılları mollanın sinəsinə salır. Molla küsədəki qızılları sahib görəndə ki, 99-dur. Halını dəyişməyib deyir. Heç zərər yoxdur. 99-unu verən birində yetirər. Molla qızılları yığışdırır. Qonşu da gözləyir. Molladan bir səs çıxmır. Axırda gəlib deyir. Molla, o qızlar bacıda mən salmışam, tez özümə qaytar. Nə qızıl, fərzəd olmamısan. Bu qızılları mənə Allah göndərib. Birini də yetirəcək. Qonşu gedib bir qızıla cübbə alır. Bir də yaxşı qatır gətirir. Axırda qonşu atsız qalıb deyir, gedək məsələni divanda aydınlaşdıraq. Mən divandan qaçmıram, ancaq piyada gedə bilmərəm. Həm də cübbəm köhnədir. Bir qatır gətir, bir də cübbə al, geyinim gedək. Qonşu gedir bir qızıla cübbə alır. Bir də yaxşı qatır gətirir. Qonşu cübbəyə geyib qatır minir. Gəlirlər qazının yanına. Qazı molladan bu kişinin doğru yoxsa yalan danışdığını soruşur. Molla qonşu tacirin deyiklərinin hamısını təkidlə danır. Axırda qonşu məsələni qaziyə bir də danışır və deyir. Mən onu sınamaq üçün bir kisəyə 99 qızıl yığıb bacıdan aldım deyib aman edir. Qazı ağa, mən pullarımı sayanda bu qonşu görüb, istəyir pullarımı məndən alsın. Mən bunu yaxşı tanıyıram. Utanmasa deyər ki, minliyin qatır mənimdir.
Əlbəttə, qatır da mənimdir, əynimdəki cübbə də. İşi belə görən qazı bu məsələdə mollanı haqlı bilib qonşunu haqsız hesab edir. Şifahi xalq ədəbiyyatına aid nümunələrimiz saysız-hesabsızdır. Dəvəni eşşəyin quyruğuna bağlamaq. Ədalətsizlik etmək, alimi nadana, iş bacaranı fərsizə, kamil ləyaqətli adamı ləyaqətsizə tabe etmək. Kifayət qədər geniş yayılmış bu ifadə şərq ölkələrində məşhur bir əhvalat əsasında meydana çıxmışdır. Ərəb ağır xəstələnib yorğan döşəyə düşür, öləcəyini yəqin edir. Qohum əqrabasını yanına çağırıb halallaşır, vəsiyyət edir. Nəhayət dəvəsini yanına çağırıb ondan halallı qalmaq istəyir və deyir: "Mənim zəhmətkeş dəvəm, ömür boyu mən səni çox incitmişəm. Vaxt olub ac-susuz, yük daşımalı, yol getməli olmusan. İstidə, soyuqda zəhmətimi çox çəkmisən. Mən indi haqq dünyasına gedirəm. Zəhmətini mənə halal eylə." Bu sözləri dinləyən dəvənin gözündən 2 damla yaş axır, o üzünü sahibinə tutur və deyir: "Əziz ağam, biz səninlə bir-birimizə həmdəm yol yoldaşı olmuşuq. Həm yaxşı, həm də pis günlərimiz az olmayıb. Mənə verdiyin əziyyətlər çox olub və mən bunların hamısını sənə bağışlayıram. Yalnız bir qəbahəti sənə bağışlaya bilməyəcəyəm. Yadındadırmı, filan vaxtı üzü yuxarı dağa qalxarkən sən mənim ofsarımı eşşəyin quyruğuna bağladın. Mən bu təhqiri unutmamışam və bunu sənə heç vaxt bağışlamaram." Müşk sözü ədəbiyyatımızda hansı mənanı verir? Bir cins ceyranın göbəyindən çıxarılan xoşyeli maddə. Nəsrəddin Tusi Cəvahirnamə əsərində yazır: Müşkün əldə edilmə qaydası belədir. Ahunu tutub göbək ətrafında qan nafiyə toplansın deyə heyvanın bədəni və qarnını ələ ovuşdururlar. Qan göbəyə dolub soyuduqdan sonra göbəyi bağlayırlar. Göbək tamamilə qanla dolduqda onu kəsib tam bir il açıq saxlayırlar. Deyirlər ki, ahu bir növ sümbül və bəhməni, zəfərana oxşar bir gül yerək müşk əmələ gətirir. Leyli sözünü qurtarıb ürəyi qəş elədi. Daş parçası kimi yerə sərildi. Qızlar onun üzünə müşk əmbər səpib, ayıldıb öz otağına apardılar. Həsrət qaldım vətənimə, elimə, qan bulaşıb müşkü əmbər telimə, qardaş adı daha gəlməz dilimə, mədəd Allah səndən mənə bir imdad. Qələm. Qurani Kərimdə belə deyilir: Yer üzərindəki ağaclar, qələm, dəniz mürəkkəb olsa, 7 dənizdə mövcud olarsa, Allahın kəlmələri bitməz. Bundan başqa Quranda Vəl-Qələm surəsində var. Qələm elmin özülü və qaynağıdır. İlahi qələm, lövh-i məhfusun ifadəsidir. Allah bir varlıqdan öncə lövh və qələmi yaradıb. Qələm qamışdan kəsilərək düzəldilirdi. Klassik ədəbiyyatda sevgilinin qaşı qələmə bənzədilirdi. Qələmin mürəkkəbi aşiqin göz yaşlarını xatırladırdı. Qələmin çeşitli növləri var. Zərrin qələm, qızıl qələm, gümüş qələm, simin qələm, ahənin qələm, dəmir qələm, Süleyman qələm və s. Sənə yetirdi, özün nisbət ilə taxmaq üçün zəmanədə sənin adına etibar qələm. Özün nisbət ilə taxmaq üçün sənə yetirdi, sənin adına zəmanədə etibar qələm. Səc rəqib sözü farsca it mənasını verən səc və ərəb mənşəli rəqib sözündən əmələ gəlib, it rəqib, it xasiyyəti rəqib mənasını verir. Dialektlərdə səq rəqub, xəbərçiyə, arı qarışdıran mənalarında işlənir, dastanlarda müxtəlif fonetik variantlarda rast gəlinir. Xalq arasında şoğarif şəklində də işlənir. Sallana gələn salatın, gəl belə sallanma gözləyər sana. Al yaşlı geyib qarşıda durma, sakin səyyağıbdan sözləyər sana.
Şifahi xalq ədəbiyyatına aid nümunələrimiz saysız-hesabsızdır. Müasir dilimizdə idiomlar dilin lüğət tərkibinin böyük bir hissəsini təşkil edir. Bunların yaranma prosesi lüğət tərkibində sürətli və daha zanlıdır. Bədii ədəbiyyat, xüsusilə də klassik ədəbiyyat idiomlar xəzinəsi, söz mövzusudur. Divan ədəbiyyatında yaranan poetik ifadələr ümumi xalq dilində fragizmlərə, ibarələrə çevrilərək işlənir. Füzuli Leyli və Məcnun əsərində Leylinin Qeysdən ayrı düşüb, məktəbdən ayrılıb ev dustağı olmasını şamın yanması hekayəsi ilə bağlayıb mürəkkəb bənzətmə yaradır. Çey didəsi bağlı, bağrı dağlı, başı qaralı, ayağı bağlı. Gəl olalı həmmə səsmən sən, razı deyili zari neylər öfşən. Nə dərd səni nizar edibdir, əlifdə vüzər edibdir. Başdan ayağa nədir bu yanmaq, didi dilə dənbədən boyanmaq. Ey gözü bağlı, bağrı dağlı dedikdə şamın içində bir dəlik olur və filtr onun gözünü bağlayır. Sönən şamın başı qaralır, onu yasa bənzədir. Ayağı bağlı dedikdə şamı şamdana qoyub ayağını bağlayırlar. Düydü dilə şam bütün bunlardan ziyadə öz halına yanır. Düydü dilə dirək üstünə qəminə batır. Bugün dilimizdə yasa batmaq, ayağı bağlamaq, günü qara gəlmək şəklində işlənir. Xumar baxar, canım üzər, xəyalım könlümdə gəzər. Bu isə könlümdə gəzmək, gözümdə gəzmək və s. ifadələr kimi çoxdur. Bugünkü dil haqqında olan güllüyümüzə Bəxtiyar Vahabzadənin sözləri ilə son verək. Bu dil əcdadımızın bizə miras verdiyi qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyub nəsillərə biz də hədiyyə verək.